olmaqla mı? Ya da Rusiyada yaşayan, hansı ki Yekaterinburqda az öncə xəbərdə təqdim etdik, orada yaşayan həmvətənlərimizə qarşı bu cür zorakılıq hadisələrinin, yəni şovinizm kimi bir hərəkətlərin tətbiq olunması, yəni nədən xəbər verir? Rusiyanın məqsədi nədir, hədəfi nədir? Təbii ki, Rusiya tərəfinin məhz Azərbaycan mülki təyyarəsini vurduqdan sonra göründüyü kimi Azərbaycandan hələ də rəsmi səviyyədə, dövlət səviyyəsindən üzr istənilmir və hadisəni törədənlər cinayət məsuliyyətinə cəlb olunmur. Və proseslərin bir analoji davamına baxırıq. Rusiya demək olar ki, kiber təhlükəsizlik məkanında da Azərbaycan mətbuat, informasiya məkanına da ciddi şəkildə müdaxilələr edir və bu məsələ də rəsmi səviyyədə Azərbaycan tərəfindən qaldırılır və ikinci məhz Rusiyada yaşayan bizim soydaşlarımız, xüsusilə Azərbaycanlı miqrantlara qarşı Rusiyanın təhlükəsizlik orqanları xüsusilə öz amansızlığı ilə ad çıxarmış OMON-çular vasitəsilə bu kimi repressiv tədbirlər həyata keçirməsi ilk növbədə burada güya 25 il bundan əvvəl 2001-ci ildə bir cinayət işinə əlaqədardır. Halbuki mən düşünürəm ki, Rusiya tərəfinin bu Azərbaycana qarşı yeni bir siyasi təzyiq alətidir və Rusiyada Azərbaycanlılara qarşı bu kimi təzyiq, xaos və şovinist bir addım atılır. Təbii ki, əsas hədəf nədir Məhəmməd bəy? Yəni Rusiyanın qərəzli Azərbaycan mövqeyini biz çox görmüşük müxtəlif formalarda. İndi yenə bunun davam etdirilməsi müxtəlif şəxslər üzərindənmi, müəyyən qurumlar üzərindənmi davam etdirilməsinin səbəbi nədir? Cənubi Qafqazda imicini mi itirib? Nədir əsas məqsəd? Təbii ki, Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasət həyata keçirməsi Ermənistanla Azərbaycan arasında iki tərəfli normallaşma prosesi istiqamətində aparılan danışıqlar, Türkiyə-Azərbaycan arasında koordinasiyalı siyasətin fəaliyyəti göründüyü kimi Cənubi Qafqazda Rusiya mövqelərini kifayət qədər zəiflədir və Rusiya tərəfi məhz öz ölkəsində 2 milyona yaxın yaşayan Azərbaycanlılara qarşı bu kimi repressiv addımları atır və bir də məsələnin də digər tərəfi Rusiya məhz bu kimi repressiv siyasəti ilə orada yaşayan Azərbaycanlı miqrantları da zorakı yollarla Ukraynadakı müharibəyə göndərir. Bu beynəlxalq hüquqa ziddir və göndərilən şəxslərin iradələrinə ziddir və təbii ki, bu Rusiyanın Azərbaycana qarşı qərəzli, Azərbaycanlılara qarşı ayrı-seçkilik, bir irqi ayrı-seçkilik siyasətində bariz nümunəsidir. Elə sizin sözünüzə qüvvət, Məhəmməd bəy, üzr istəyirəm, sözünüzü kəsdirəm. Yenilənən xəbərlər var, hansı ki, elə bu məsələ ilə bağlı, hansı ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın miqrantları məcburi formada məhz müharibəyə cəlb etməsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının rəsmi nümayəndəsinin bir açıqlamasıdır ki, Rusiya diktatoru Vladimir Putin başa düşür ki, ölkəsində ümumi səfərbərliyin elan edilməsi federasiyanın dağılmasına gətirib çıxara bilər və əlavə edib ki, Kreml səfərbərlik elan etməmək üçün digər ölkələrdən muzluları, miqrantları və hərbiçiləri döyüşlərə cəlb etməyə çalışır deyə bu da Ukrayna tərəfinin rəsmi nümayəndəsinin verdiyi bir açıqlamadır. Bəli. Təbii ki, Ukrayna tərəfi bununla bağlı çox ciddi şəkildə beynəlxalq ictimaiyyətə də müraciətlər edir, həmçinin miqrant olan ölkələrə də müraciət edir və göründüyü kimi biz görürük ki, Azərbaycanlı miqrantların da Ukrayna tərəfinə əsir götürüldüyündə şahid oluruq və həmin miqrantlar da açıqlamalarında zorakı yollarla məhz Rusiyanın hüquq mühafizə orqanları tərəfindən göndərildiyini, işgəncələr yolu ilə bunu həyata keçirdiklərini vurğulayırlar. Göründüyü kimi Rusiya tərəfi məhz daxildə artıq etnik ruslara deyil, daha çox qeyri-millətlərə, muzlulara və miqrantlara qarşı bu siyasət həyata keçirib. Çünki Rusiya Ukraynada istədiyi siyasəti, hərbi əməliyyatları başa çatdıra bilmir. Kifayət qədər itkiləri var və bu itkiləri də məhz kompensasiya etmək üçün miqrantlara üz tutub. Məhz kifayət qədər də Rusiyada müəyyən Azərbaycanlılar yaşayır və bu kimi reydlərin də keçirilməsi OMON tərəfindən və düşünürəm ki, Azərbaycana qarşı bir siyasi təzyiq alətidir. Dediyimiz kimi Azərbaycan müstəqil siyasət aparması, cənab prezidentin regionla bağlı, həmçinin Avropa İttifaqı, Amerika ilə bağlı Azərbaycan mövqeyinin düzgün şəkildə ortaya qoyması Rusiyanı çox ciddi şəkildə narahat edir. Rusiya istənilən variantda çalışır ki, Azərbaycana təzyiq etsin. Bu təzyiqlərdə fiyaskoya uğrayır. Azərbaycan daima çalışıb ki, Rusiya ilə münasibətləri yaxşılaşdırsın, qarşılıqlı etimad müstəvidə əməkdaşlıq etsin. Amma biz görürük ki, Rusiya tərəfi yenə də Cənubi Qafqaza öz arxa bağçası kimi baxmaq istəyir, qonşu ölkələrlə tərəfdaş kimi yox, vassal kimi
əməkdaşlıq etmək istəyir. Bu da Rusiyanın artıq beynəlxalq müstəvidə, regional müstəvidə izolyasiyasına gətirib çıxarır. Bu günlər Rusiya iqtisadiyyatını ayaqda tutan məhz miqrantlardır. Biz sadə rusların işləmədiyini görürük. Məhz onlar miqrantlara qarşı, xüsusilə Azərbaycanlara qarşı bu kimi repressiv, şovinist, beynəlxalq hüquq qəzet hərəkətləri düşünürəm ki, Rusiyanın zəifliyinin bir göstəricisidir və Rusiya tərəfi artıq başa düşəcək ki, atdığı bu addımlar məhz Azərbaycanla münasibətlərə mənfi təsir edir. Azərbaycan xalqının Rusiyaya qarşı etimadını daha da sıfırlayır və görürük ki, Rusiya artıq dost və hər qonşu olaraq qarşılıqlı etimad müstəvisində siyasətə məhəl qoymur. Həmçinin Rusiya tərəfi məhz Azərbaycanla 2022-ci ilin fevralında Moskva bəyannaməsi bağlı, müttəfiqlik bəyannaməsi. Amma buna baxmayaraq bütün təzyiqlər, bütün repressiv addımlar məhz Moskvadan Azərbaycana qarşı həyata keçirilir. Baxın, Azərbaycandan Rusiyaya qarşı heç hər hansı bir addım atılmır. Nə siyasi müstəvidə, nə media, nə ictimai, ancaq bütün addımlar məhz Rusiya tərəfindən Azərbaycana atılır. Son qalmışdı miqrantlarla bağlı məsələ. Bizim miqrantlara da qarşı çox ciddi şəkildə işgəncə, beynəlxalq hüquq qəzeti ilə Rusiyanın qanunvericiliyinə zidd olaraq vəhşi bir hərəkətli həyata keçirir. Mülki insanları qəti şəkildə öldürmək olmaz. İstintaqa cəlb elə araçdı, xəstəxanaya aparıldığı yerdə döyüb öldürüblər. Rusiya Federal Özü Təhlükəsizlik Xidməti tərəfindən təsəvvür edin. Bu arada yeni xəbər də var ki, sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı Azərbaycanlıların məhkəməsi keçiriləcək. Bu barədə reportun Rusiya bürosunun məlumatına əsasən bir xəbər bizə sizə təqdim edib. Proses yerli vaxtdan saat 11:00-a təyin olunub deyə bir açıqlama var. Reportun açıqlamasıdır. Biz düzdür, Xarici İşlər Nazirliyinin, Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı olaraq bəyanatını da biz gördük. Qarşı tərəfdən bu məsələnin araşdırılmasını da istədik, tələb də etdik hətta. İndi sabah da məhkəmə olacaq deyilir. Biz nə gözləyirik o məhkəmə, nə çıxacaq? Biz istədiyimizi əldə edə biləcəkmi? Baxın, İsrailin İrana qarşı hərbi əməliyyatlarında Rusiya vətəndaşları İran ərazisində qalmışdı. Azərbaycan onların təhlükəsizlik keçidinə şərait yaratdı, onları yüksək səviyyədə qəbul etdi və onları Rusiya yola saldı. Azərbaycanın məhz qonşusuna, Rus xalqına qarşı münasibəti belədir. Eyni humanizmi biz təəssüf ki, görmürük. Eyni humanizmi biz mülki təyyarədən vurulmasından belə Azərbaycanlara qarşı qeyri-humanist hərəkətləri görürük. Mən sizə əminliklə deyirəm ki, orada həbs olunan, işgəncə ilə öldürülən Azərbaycanın qəti şəkildə heç bir günahı yoxdur, heç bir cinayətdə iştirak etmir. Hamısı gedib özləri müəyyən iş qrupları işləyirlər, Rusiyanın iqtisadiyyatına müəyyən töhfə verirlər, vergi ödəyicidirlər. Bu da Rusiyanın Azərbaycanlılara qarşı münasibəti. Hər hansı heç bir mülki vətəndaş, miqrant dövlətlər arası siyasi proseslərdə istifadə edilə bilməz. Çox təəssüf ki, Rusiya bundan Azərbaycana qarşı istifadə edir və Azərbaycan Xaricilər Nazirliyinin də mövqeyi çox təqdirə layiqdir, obyektivdir. Mən düşünürəm ki, bununla bağlı biz Rusiyaya qarşı da nota verməliyik və çox ciddi şəkildə izahat tələb edilməlidir və məhkəmə prosesinə gəldiksə, Rusiya məhkəmələri miqrantlara qarşı, Azərbaycanlılara qarşı heç vaxt ədalətli olmayıb. Mən bunu heç vaxt deməklə, mən bunu əminliklə deyirəm. Çünki proseslər görmüşəm və orada işləyənlər də bu məsələlər barədə məhkəmələrin məhz qeyri-millətlərə qarşı, Azərbaycanlara qarşı çox obyektiv, qeyri-hüquqi şəkildə keçirildiyini qeyd edir və bu məhkəmədən də mən obyektivlik gözləmirəm. Amma Rusiyada bizim səfirliyimiz, diasporamız və Azərbaycan dövləti bu məsələyə çox ciddi şəkildə müdaxilə edilsə, müəyyən qədər müsbət biz oradakı soydaşlarımızı bu Rusiyanın anti-humanist, cinayətkar bir repressiv siyasətindən xilas edə bilərik. Bu məsələ təbii ki, diqqətimizdədir. Sizin də sözünüzə qüvvət. Məmməd bəy, görəcək gün ərzində ümumiyyətlə gedişat nədən ibarət olacaq? Qarşı tərəfdən hansı formada açıqlamalar gələcək deyə. Bu arada Azərbaycana təzyiqlər sadəcə Rusiya ilə kifayətlənmir. Təəssüf ki, İran da var bu işin içində. Sadəcə İran üzərindən getmək nə dərəcədə doğrudur deyə bilmərəm. Fərdi şəxslər üzərindən deyə bilərik. İranın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi qərəzli açıqlama olsun, Ermənistanın ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlama olsun, hətta Qərbi Azərbaycanlılarla bağlı verdiyi bir açıqlama olsun. Buna uyğun olaraq da təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bir bəyanat yayıb ki, o Qərbi Azərbaycanlılarla bağlı verilən iddianı qətiyyətlə rədd edirik deyə Azərbaycanın da mövqeyi burada göstərildi təbii ki. Nədir yaxşı bu
erməni tərəfdaşlığı deyim, erməni pərəstliyi deyim, xüsusilə də İranın Ermənistandakı səfiri tərəfindən? Təbii ki, İran Ermənistandakı səfiri Mehdi Subhani özünü İran Ermənistandakı səfiri yox, bir Ermənistanda revanşist qrupu təmsil edən bir erməni kimi çıxış edir. Yəni Ermənistanın Ermənistandakı səfiri kimi belə qələmə verə bilərik. Baş nazir Nikol Paşinyanın son açıqlamalarında anti-Azərbaycan ritorikası yoxdur. Amma məhz İranın səfiri tamamilə Ermənistanın maraqlarını Nikol Paşinyandan daha çox müdafiə etmək istəyir. Keşdən artıq keş olmaq istəyir. Biz bunu görürük və düşünürəm ki, Mehdi Subhani səfir İranında mühafizəkar qanadı təmsil edir, Sepahın bir nümayəndəsidir, daimi anti-Azərbaycan açıqlamaları ilə gündəmdə gəlir və İranın prezidenti Məsud Pezeşkiyan cənab prezident İlham Əliyevə zəng edir və cənab İlham Əliyev məhz İran tərəfindən başsağlığı verir, atəşkəsin əldə olunmasını təbrik edir. Çıxır Ermənistandakı səfir isə anti-Azərbaycan bəyanat edir və mən düşünürəm ki, burada İran Xarici İşlər Nazirliyi ilə Xaricilər Naziri Abbas Əlaqçı məsuliyyət daşıyır. Ya o səfirinə nəzarət edə bilmir, ya təlimat əsasında Subhani bu kimi iki dövlət arasında münasibətlərə xələl gətirən bu kimi açıqlamanı verir. Bir dəfə xatırlayıram, Prezident İlham Əliyev də bu məsələyə toxundu ki, sənin rəsmi nümayəndə necə, yəni səndən icazəsiz belə bir ölkənin mənafeyinə zidd ola biləcək bir açıqlama verə bilər. Deməli, xəbəriniz var ki, nələrdən səhər, deyilmi? Mən düşünürəm ki, Azərbaycan bu məsələnin üzərinə getməlidir və o səfirin Ermənistandan geri çağırılmasına tələb etməlidir. Bu günləri İran qırmızı xətti yoxdur. İran, İsrail və Amerika tərəfindən qüruru sındırılıb. İran bir dövlət kimi zəiflib. İranın Zəngəzur dəhlizinə qarışması, Azərbaycanla Ermənistan arasında aparılan müzakirələr sisteminə qarışması kimi hər hansı bir gücü qalmayıb. İranın gücünü, dırnaqarası gücünü 12 iyunda biz gördük. İranın dövlət sistemləri, hakimiyyət orqanlarının, qərar vermə məntəqələri, generalları, alimləri hamısı məhv edildi. Hətta onların ali dini rəhbərini də Amerika prezidenti qeyd etmişdi ki, onu da aradan götürə biləriydi. Yəni İran özünü artıq güclü kimi göstərə bilməz. Artıq İran 12 iyuna kimi İran deyil, 12 iyundan bəri tamamilə zəif düşmüş, artıq daxili problemlərinə çəkilmiş bir İrandır. Həm də bu məsələlər İranı maraqlandıracaq məsələlər deyil, belə deyilmi Məhəmməd bəy? İran bu günlər daxili problemləri ilə məşğul olundu. Mehdi Subhaniyə mən məsləhət görürəm, geçsin Tehrandakı o dağıdılmış hökumət evlərinə, Sepahın binalarına baxsın, İran nə qədər zəif olduğunu görsün. Sonra bu kimi Yerevanda oturub bu kimi açıqlamanı versin. Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də bəlli idi. Zəngəzur dəhlizi açılacaq. Mən bunu bir mənalı deyirəm. Nikol Paşinyan da Türkiyə səfərində buna razılıq verib. Sadəcə olaraq Nikol Paşinyan seçki öncəsi müxalifəti müəyyən neytrallaşdırmaq üçün buna sülh kəsişməsidir. Amma tribunadan da Ermənistanda Turan birliyini dedi, türk dövlətləri dəstəklədi. Yəni dedi, türk dövlətləri Ermənistan ərazisindən keçəcək. Turan da Ermənistan burada ancaq iqtisadi qazanc əldə edəcək. Zəngəzur dəhlizdə təbii ki, dəhliz də açılacaq. Bu da Ermənistan iqtisadi sərf eləyir, əlbəttə. Bu arada Pezeşkiyan Ermənistana gedəcək deyilir iyul ayında. Elə bu məsələ ilə bağlı, Zəngəzur dəhlizi ilə bağlı məsələ gündəmə gətirilə bilərmi həmin səfər çərçivəsində? Təbii ki, bilirsiniz, Pezeşkiyan Azərbaycana gəlməmişdən əvvəl onun dövlət televiziyasına verdiyi müsahibədə o buna mane olmadıqlarını vurğulamışdır. Bəli, əgər Ermənistan ərazisi üçün heç bir problem yoxsa, razılıq verirsə, bəli, bizə. Ermənistan ərazisində hər hansı bir iddiası yoxdur. Yəni, düşünürəm ki, təbii ki, Zəngəzur dəhlizi məsələsi açılacaq. Amma mən cənab Pezeşkiyanın mövqeyinə gəlişdiysə, təbii ki, o razıdır. Zəngəzur dəhlizinin açılmasından sadəcə olaraq mühafizəkar dairələr İranda nə dərəcə imkan versələr ona. Nə dərəcədə imkan versələr. Amma düşünürəm ki, burada həll edici məqam Ermənistan siyasi mövqeyinə, siyasi iradəsinə asılıdır. Sizcə belə bir məqamda bəs yaxşı, söhbət Ermənistan siyasi dairəsindən deyirsiniz, danışırsınız. Ermənistanın özündə vəziyyət çox gərgindir. Gərgindir, çox sakit bir mühit yoxdur. Belə olan halda sizcə Paşinyan buna gedərmi, risk edərmi bu qədər qarşılıqlığın içərisində? Mən düşünürəm ki, seçki qabağı getməyəcək. Təbii ki, o indiki güclü müxalifəti, kilsəni, Erməni Apostol kilsəsinin müxalifəti degradasiyaya uğradandan sonra, neytrallaşdırılandan sonra seçkiyə əlini gücləndirərək gedir və qələbə çaldıqdan sonra mən düşünürəm ki, o Zəngəzur dəhlizini açacaq. Onda belə çıxır ki, Zəngəzur dəhlizi 2026-cı il üçün, yəni seçkidən sonra planlaşdırıla bilər. Bu mənim fikrimdir. Çünki indi Ermənistanda daxili siyasi vəziyyət sabit deyil. Tərəflər arasında çox kəskin bir
necə deyirlər, müharibə gedir. Bilirsiniz, uzun illər Erməni Apostol Kilsəsi keşiklər Erməni ideologiyasının formalaşmasında Erməni cəmiyyətinə böyük nüfuz edib, Ermənistan siyasi hakimiyyətlərinə böyük təsir və təzyiqləri olub. Nikol Paşinyan bunları tamamilə sıradan çıxardı. İkinci Qarageninə də hüquq mühafizə orqanları göndərmişdi. İç məclisində müəyyən yoxlamalar aparılsın. Şirak yeparxisiya rəhbəri və Qalatsyan da, Baqrat Qalatsyan və Acapaxyan ikisi də həbs olundu artıq. O da etirazlar formalaşdırdı. İkisi də həbs olundu. Mən düşünürəm ki, bu prosesi uğurlu aparacaq. Çünki Erməni Apostol Kilsəsi müxalifətlə birləşib, onlar da Zəngəzur dəhlizinə qarşı idi. Azərbaycanla sülh müqaviləsinə qarşı idi. Soyqırım, qondarma soyqırım iddialarından əl çəkmirdilər. Ona görə də bu bariyeri də Nikol Paşinyan götürmək istəyir ki, həm öz daxili vəziyyətini tamamilə sabitləşdirsin, əlini gücləndirsin seçkiyə bağlı, həmçinin Azərbaycanla və Türkiyə ilə normallaşma prosesinə gedəcək bir əngəli də aradan qaldırsın. Yəni, proses bundan ibarət. Deyə bilərikmi ki, bu iki həbsin fonunda Paşinyan planına uyğun gedir hər şey. Əsas hədəf təbii ki, ikinci Qaragenindir. Mən düşünürəm gedir. İkinci Qaragenin ətrafını təmizləyir, onları neytrallaşdırır. Çünki həqiqətən də Ermənistan regionlarında müəyyən bir yeparxiyalarda artıq Ermənistan hakimiyyəti üçün təhlükəli bir müxalifət formalaşmışdır. Onların bir-bir rəhbərliyi həbs edir və növbəti mərhələdə Eç məclisinə ikinci Qarageninə çatacaq. Və bu müharibədə ikinci Qaragenlə Nikol Paşinyan arasındadır və biz hər gün də görürük ki, Nikol Paşinyan ikinci Qaragen haqqında ən təhqiramiz ifadələr işlədir. Hətta bu yaxınlarda ikinci Qaragenin köməkçisinin bir açıqlaması oldu ki, əgər həbs olunması, daha doğrusu çıxıb özü etiraf etməsə və vəzifəsindən istefa verməsə, mən onunla bağlı başqa bir faktlar da deyəcəm deyə. Ki, xanımdan bəli, övladının olması ilə bağlı bir detal da o açıqlayıb. Təbii ki, yəni göründüyü kimi çox ciddi mübarizə gedir tərəflər arasında. Mən düşünürəm ki, Nikol Paşinyan əli daha güclüdür. Bu məsələdə ona Qərb kəşfiyyat da çox ciddi dəstək verir. Çünki Erməni kilsəsi müəyyən qədər Rusiyadan, bilirsiniz, asılıdır. Ona görə də burada təkcə Ermənistan hakimiyyəti kilsə arasında deyil, bir Rusiya xüsusi xidmət orqanları arasında Qərb kəşfiyyatı arasında da bir seçki qabağı bir toqquşma gedir. Bunu da belə bir... Hər halda Paşinyanın əli güclü olmasa bu qədər cəsarətli addım atmazdı siz. Yəni, elə düşünürsünüz ki, kilsə Ermənistan üçün o qədər də zəif bir qüvvə deyil. Siz nə qeyd elədiniz kimi, yəni hökuməti demək olar ki, idarə eləyən, xalqı idarə eləyən məsələ kilsədir deyə bilərik. Bu arada amma bir variant da səsləndirildi Məhəmməd bəy. Sırf Paşinyanın ola bilsin ki, əlini zəiflətmək baxımından gördülər ki, başqa bir alternativləri yoxdur. Bir təklif gəldi ki, Acapaxyanın baş nazirliyə namizədliyi irəli sürüldü. Yəni, belə bir təklif oldu. Düzdür, sonra Acapaxyan özü dedi ki, imtina elədi ki, məni bu məsələyə çox daxil etməyin deyə. Ona baş nazirliyə namizədliyi irəli sürənlər kimlər idi? Bir bunu bilmək istəyir. Bir də ki, əgər belə bir şey olsa, mümkün olardı mı? Təbii ki, mən düşünürəm ki, əgər bilirsiniz, biz fikir verək, Taşkent Şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan da artıq həbs olunub. Onun da Rusiyadan göndərilmişdi ki, kilsəyə çox ciddi şəkildə maddi dəstək versin, özünün nüfuzundan istifadə edərək prosesləri idarə etsin. Yəni, göründüyü kimi, onlara da cinayət işi qaldırıldı və həbs edildi. Və düşünürəm ki, Şirak yeparxiyasının rəhbərinin baş nazirliyə namizədliyini də irəli sürməsi bir kilsə tərəfindən, Rusiya tərəfindən irəli sürülür və hesab edirdilər ki, Baqrat Qalatsyan müəyyən yerə kimi gəldi, amma ona müəyyən xalq dəstəyi olmadı və Şirak yeparxiyasının keşişi namizəd kimi verməyə planlaşdırdılar. Mən düşünürəm ki, burada müxalifət də, Serj Sarkisyan da, Robert Koçaryan da ona müəyyən dəstək olub. Həmçinin Rusiyan da, Karapetyan da bunlar birdir. Və düşünürəm ki, ona görə də onun həbs edilməsini Nikol Paşinyan özü tapşırıq verməklə neytrallaşdırdı və baş nazirə iddiasında o yazılı formada da təksib etdi. Və ikinci Qaragenin və onu dəstəkləyənlərdən də danışaq, söhbət Petrosyandan gedir. Görüş olmuşdu aralarında sonuncu dəfə və təmkinli ol deyə bir, ona məsləhəti də olduğu deyildi erməni mediasında.
ki, hələ ki sakitçiliyini qoru deyə. Düzdür, son Acapaxyanı götürməyə gələndə hüquq mühafizə orqanları çıxıb onu özü ilə gətirdi. Ona bir formada sakitliyini göstərmədi, ən azından reaksiyasını bildirdi, amma hələ ki ondan səs çıxmır. Sizcə sakitliyi qorumaqla bu işdən çıxa biləcəkmi ikinci Qaregin? Mən düşünürəm ki, Levon Ter-Petrosyan bilirsiniz ki, o həmişə prezident dönəmi bitdikdən sonra müəyyən qədər kölgəyə çəkildi, yenidən gündəmə gəldi və indi o oturub müxalifətə, kilsəyə məsləhət verməklə məşğuldur. Bir növ bir məsləhət bürosunun rəhbəri kimi çıxdı. Bilirsiniz, məsləhət hansı formada deyir ki, mən Paşinyanı tanıyıram, onun xarakterini bilirəm. Müəyyən qədər yola verməlisiniz, yəni onu bir müddət idarə etməlisiniz ki, o sonra sakitləşəcək və siz istədiyinizə nail olacaqsınız. Amma Nikol Paşinyan onun haqqında da çox mənfi sözlər dedi. Onu seçkiləri saxtalaşdıran, həmçinin Nikol Paşinyan yoldaşı Akopyan da onun haqqında çox alçaldıcı bir Facebookda müəyyən bir şərhlər yazmışdı. Amma düşünürəm ki, Levon Ter-Petrosyan Nikol Paşinyan hazırki siyasətini hələ başa düşməyib. Yəni, ikinci Qaregin sakitliyə getməklə heç də Nikol Paşinyanın hədəfinə yaymayacaq. Axman bayaq dedim, burada təkcə kilsə ilə hökumət arasında deyil, burada Rusiya və Qərb arasında bir mübarizə uğrunda da bu dava gedir. Bu məsələdə Qərb kəşfiyyatı üstün gəlməlidir. Kilsəni ikinci Qaregini neytrallaşdırmalıdır. Bilirsiniz, 2018-ci ildə Ermənistanda Nikol Paşinyan hökuməti devirəndən sonra ona ilk təpki, ona ilk etiraz edən məhz ikinci Qaragin olub. Məhz onların problemi 2018-ci ildən başladı və bu prosesdə davam edir. Elə müharibədən sonraki dövrdə də, razılaşma ilə bağlı olanda da, kəndlərimizlə bağlı, kəndimizlə bağlı məqamda da. Kilsə Nikol Paşinyana qarşı olub. Ona görə də Nikol Paşinyan artıq onu devirməyə çalışır. Amma bir məsələni də deyim ki, Rusiya tərəfi görür ki, müxalifətə xalq inanmır. Robert Kosaryan, Sarkisyan tandeminə və müəyyən qədər kilsəyə stavka verməyə çalışdı. Həqiqətən də Samvel Karapetyan Taşır Şirkətlər qrupunun rəhbərini də göndərmək, o da kilsəni çox ciddi şəkildə müdafiə elədi. Yəni, göründüyü kimi artıq Rusiyanın da kilsə variantı əldən çıxdı. Onlar orduya da müəyyən stavka eləmişlər. Müharibədən sonra bilirsiniz, Ermənistanın baş qərargah rəisi çevrilişə cəhd etdi. Onu da neytrallaşdırdı. Baxın, Nikol Paşinyan ordunu neytrallaşdırıb, müxalifəti neytrallaşdırıb. İndi əsas qalıb kilsə. Kilsənin də üzərinə gedir. Kilsəni də prosesdən uzaqlaşdırandan sonra mən düşünürəm ki, o konstitusiyanı da dəyişdirəcək, əlini gücləndirib seçkiyə gedərək qalib də gələcək. Amma burada yenə də Ermənistan daxilində təbii ki, Rusiya müəyyən təxribatlara da gedə bilər. Çünki Gümrük hərbi bazası oradadır. Nikol Paşinyana sui-qəsdini də mən istisna etmirəm. Elə onu soruşasaydım. Təxribat deyəndə elə sui-qəsd mümkündürmü? Bəli, sui-qəsdlər artıq... Amma Rusiyanın özünün variantı varmı heç Məhəmməd bəy? Yəni, düzdür, Paşinyanı sui-qəsdi düşünürlər, amma variant olaraq kimi təqdim edə bilər? Alternativ yoxdur. Bəli. Təbii ki, gedir Ermənistan bir əyalətin keşişini verirlər qabağa. Çünki xalqın etimadı artıq indiki siyasilərə yoxdur. Rusiyada görür ki, xalq ayağa qalsa, əlbəttə ki, Rusiyanı da qəbul etməyəcək. Təbii ki, o sui-qəsd məsələsində hüquq mühafizə orqanları silah-sursatı da aşkar etdi. Burada müxalifətin də kilsənin birgə hökuməti silahlı yolla devirəcəyi də artıq xalqa çatdırıldı. Bunun arxasında Rusiyanın da olduğunu Nikol Paşinyan xalqa çatdırdı. Yəni, bu proses müəyyən qədər bir çox hallarda Nikol Paşinyan lehinə işləməkdədir və əlini gücləndirməkdədir. Təşəkkür edirəm Məhəmməd bəy.